Əziz və hörmətli xalqım, dəyərli soydaşlarım, 90-cı illərdən üzü bu tərəfə vəziyyət Azərbaycanda dəyişildi. 93-cü ildən ta 2003-cü ilə kimi ölkəmizdə və rayonlarda acınacaqlıq vəziyyəti oldu, müharibə şəraiti oldu. Aclıq demək olar ki, var idi ölkədə. Həm çətinlik yarandı, Sovetin bizə verdiyi əzabın sonunda da kənd cəmaatı daha acınacaqlıq vəziyyətə düşdü. Mənim məqsədim nədir? 1993-cü ildən üzü bu tərəfə kənd yerlərində insanlar əziyyət çəkirdi. Həmin dönəmdə mənim atam bax bu kombayını düzəltdi. Bu kombayn həmi demək olar ki, noxud, lərgə, taxıl, yəni buğda deməli təmizləyirdi və bunun ventilatoru da vardı, altda onda yoxdur. Hal-hazırda bu kardan vasitəsiyləndir, gördüyünüz kardan vasitəsiyləndir. Bunun demək olar ki, indi dağılıbdır bu biraz. Amma kənd cəmaatın zülmdən qurtardı. Yəni bir sözlə kənd təsərrüfatında bu kombaynın böyük zəhməti var. İnsanlar o vaxtı əkin biçinin gətirirdilər həyətə, ya bir xarman deyirlər, yəni taxılın döyüldüyü yer. Deməli, buğdanı gətirirdilər, sümbül də, indi fikrim çatmaq üçün bəzi insanlar var, başa düşmür onu. İndi sümbül vaxtı deyil, mənim üçün onları hamısını çəkib göstərərdim. Sadəcə fikrimi çatdırmaq istəyirəm. Sümbülü bir yeri düzəldərdilər, tökərdilər, iri buynuzlu mal-qara ilə və əsasən atla, eşəklə ayaqlayardılar, buğda hazır olardı. Sonra onu yelə verərdilər, onun qabığını təmizləyərdilər, sonra dəyirmana apardılar. Min bir əziyyət idi. Amma kənd yerində mənim atam yəni öz ixtiraları ilə əsasında bu kombayını düzəltdi və Belarusa qoşdu. Belarus demək olar ki, yardımının çox kəndlərində işləyirdi. Taxıl vaxtı cəmaatı əzabdan, gecə-gündüz, yəni zülmdən, min bir əziyyətdən xilas etdi. Əsasən, yəni bu ixtiranın səbəbi kənd cəmaatını əzabdan xilas etmək idi. İndi hal-hazırda düzdür, bu kombaynlardan çox ixtira etdi. Yəni öz vəsaiti əsasında. Kənd yerində də bilirsiniz də, texnikanın olmayan dönəmində, şəraitin olmayan vaxtı, instrumentin olmayan vaxtı, yəni öz beyin istedadı ilə, fikri ilə necə deyim, bunu ixtira etib və cəmaatı zülmdən qurtarıb. Bu da gördüyünüz kombayn belə kəsərdi. Bunlardan kanka deyir də. Bu necə İran kankaları vardı. O formada düzəldirdi. Əsasən bax belə görürsünüz, bu daş, görürsünüz kariyerdə olan daşdan. Bax bununla indi bu barədə danışacağım. Deməli, sonra mənim atam ixtiralarından əsasən külək vasitəsilə enerji alma, işığı yandırılmasında, sudan işıq alması, sonra dağlarda uzaq məsafənin iki dağların arasında keçidlərdə trosla körpü, həmin körpü mühəndisi, demək olar ki, dağlıq relyefə yol çəkmə qaydaları. Əsasən bu bizim kənddə ondan çox yol çəkib, yəni yol olmayan bir dağlıq yerə çoxluca yollar çəkibdir. Bu yollarında kəndin demək olar ki, Masallı şəhərinə cəmiyyətimiz gedib gələ bilsin, həkimə, sonra alverni ilə bağlı. Əsasən çox insanlar maneçilik törədirdi ki, yəni kəndə yol olmasın, gələnlər bura gəlməsin, kənddə bilirsiniz də, yəni istəmirdilər də. Kənd nə deməkdir? Bir tayfə deməkdir, bir nəsil deməkdir və o cümlədən, yəni kənddə gəlin qız var, bu kəndə bu yad adamlar daxil olmasın deyə yol istəmirdilər. Yəni o dövrün insanların biraz bilirsiniz psixoloji cəhəti vardı. Bilirsiniz də indi də var o cəhətlər. Amma hal-hazırda mənim atam demək olar ki,
texnikanın, yəni quruluşunu, məsələn, modelin, zavodun göndərilib və ona aid ixtiraları olub burada. Əsasən Tırtır 75-in arxasında, məsələn, belə deyək də, sıradan çıxmış çürük ağacların kəsilməsi üçün ona disklər qoşma, sonra svarkanı qoşub işə salma, o kardon vasitəsilə dəyirmanı işə salma, yəni karovka vasitəsilə ixtirası əsasında traktorla, sonra yəni Belarusla fərqi yoxdur və Belarusun qarşısında qanbayını düzəltmək, sonra su kanallarını, boruları, su borularının əsasən şlanqları, məsələn, uzaq sahədən çəkmək üçün hazır kanal atmaq, tək dişli belə. Əsasən demək olar ki, yəni kənd yerində, kənd sakini olaraq millətimizə, xalqımıza dəyərli bir vətəndaş olub, insan olub, həmin kənddə özünə görə bir ağsaqqal olub. Yəni tatişlərindən də əsasən, yəni özünə görə biraz bacarıqlı olubdur. Deməli, Sovetlər dönəmində həm deputat işləyib, məhkəmə işçisi işləyib, bu qədər işləyib Sovetlər vaxtında. Yəni anlayışı və dərin düşüncəsi olduğu üçün yol qaydalarına, üzüm sahələrindən ümumiyyətcə və sonradan deməli ixtiraların əsasında, yəni qaynaqçıq işinə keçibdir. Onları buraxıldı. Yəni özünə görə Cənub bölgəsində bir nömrəli svar qaynaqçı olub, tikinti, bütün tikinti layihələrini bilən olub. Yəni sıfırdan evin bütün nə lazımsa öz ustalığı ilə, yəni bacarığı dəqiq olub, yəni yarımçı sahə olmayıb. Yəni hər bir sahənin peşəcəsinə layiqincə yerinə yetiribdir. Dəqiq əl qabiliyyətinə görə, istedadına görə. Məsələn, Masalda bir idman kompleksi vardı. Ora dəmirlər gəlmişdi. Onun üzərinə panellər qoyulacaqdı. Mənim papam, atam yəni belə demişdi ki, onların üzərində o ağırlığı saxlamayacaq. Fermerlərin arasındakı laqalar yoxdur. Nəsə, amma layihə əsasında onlar görülmüşdü. Bakının, başqa ustaların nəzərində. Sonra gəldilər ki, papam, atama dedilər ki, ağsaqqal bəs yəni idman kompleksinin üstü çöktü, kranlar qoydu. Dedi, mən sizə dedim, siz amma mənim sözümə dediniz ki, bəs layihə Bakı belə göndərib və onun üzərində özü işlədi. Dedi, əgər burada 100.000 ton saxlayırsan, bunun çəkisi mən artırıram 150.000, 200.000 ton çəkisində. Yəni üstünə nə yığsan, beton da versən, ağırlığı saxlayacaq. Yəni öz işində dəqiqliyi sevən insandır, ağır təbiətli insandır. Heç kəsə maneçilik törədən deyil, yəni kimləsə belə qarşı duran insan deyil. Sakit öz həyatını yaşayan, biraz da Tanrı tərəfindən dəyərli, problemli insandır. Amma yenə də o cümlədən qaçqınçılıq dönəmində məni atam götürdü, bu qaçqınlara material verdi, taxta, panerka, kamazlarla, onlara çadırlar, əlindən gələn yəni işlər köməklik etdi, onlara taxılından, buğdadan, undan, sonra isti geyimlərin, tanıdığı, bildiyi adamların əlaqə saxlayıb, gətirib onlara kömək edib. Həmin ərazidə qaçqınların şəlalədən Kerli adlanan ərazidir. İndi Deman restoranın üstüdür. Orada qaçqınlar gəlmişdi, məskunlaşmışdı. Həmin dönəmdə mənfur düşmənlərin üzündən gəlmişdi, ermənilərin üzündən, rusların siyasəti nəticəsində vətəndən dərgin düşmüşlər, öz elindən, obasından dərgin düşən Azərbaycanlı həmyerlilərimiz gəlib yardıma çıxmışlar və dağlara, Lerişli dağlarına getmişdilər. Əsasən deməyim məqsədim nədir? Həmin dönəmdə Azərbaycanın rəhbərliyi edən gəldi dönəmində siyasi və dərin düşüncəyə malik olan dünya səviyyəli və Tanrının bizim millətə yazığı gələrək, nə bilim, bir belə deyək də, bir sanki səmadan bizə bir mələk göndərdi, yəni rəsul göndərdi. O rəsul da Heydər Əliyevin Azərbaycanın bütün siyasi, Rusiyanın belə deyək, dünyaya meydan oxuyan dönəmində qarşılıq dövrlərində əsasən keçmə-keçid yollarından
Rusun çirkin siyasəti nəticəsində Azərbaycanın başına gələn oyunlarına səbəbkarı Rusiya idi və Farslar idi, sonra İngilislərdi, Qərbin siyasəti daha çox İngilislərin rol oynayırdı. O dövrdə Heydər Əliyevin gəlib hakimiyyətdə, daha doğrusu xalqın öz istəyi ilə hakimiyyəti bizim millətdən bir milləti toplayaraq bir dövlətin qurulmasında böyük zəhməti, əməyi oldu. Çətin ağır dönəmlərdə. Həmin dönəmlərdə Heydər Əliyev, Ulu Heydər Əliyev xəbər göndərmişdi, eşitmişdi bu zonada, yəni Cənubda, Yardımlıda və Odlar yurdunda belə bir vətəndaş millətə öz münövrədən, yəni az yaşlarından xidmətçi olub, yəni ziyansız bir vətəndaşdır, dövlətini, millətini, xalqını sevən bir insandır. 3 dəfə xəbər göndərdi, düzdür. Müəyyən səbəblər vardı, çətinliklər vardı, belə deyək də, Rusca deyək, problemlər var idi. Mənim atam xəbər göndərdi ki, üzürlü sayısın, mən yəni müəyyən elə vəziyyətdir ki, çıxa bilməm. Bilirdi ki, ora geçsəydi, ona təklif edəcəkdi, sözün, yəni Atqaz belə deyək də, sözündən yerə salmayacaqdı və qalacaqdı orada. O da istəyirdi ki, bu belə deyək, rayonda, kəndində, obasında cəmiyyət üçün qalsın da, yəni o Bakını seçmədi. Müəyyən məsələlər var idi. Düzdür, sonradan belə deyək, indi dağlıq zonadır. İndi bilirsiniz, hər kəs bilir ki, çətin dönəmdir. Həmin dönəmlərin acı həyat hekayəsindən, belə deyək, keçmə-keç yollarından da biri, belə deyək, ən çətin dönəmlərdə kənddə mənim atamın iftiraları çox olubdur. 99 dənə hardasa dəyirman quruldur. 34 dənəsi dəyirmanı əsasən öz, yəni iftirası əsasında yaranıbdır. Yəni 99 dəyirmanın, belə deyək, 34-ü qeyri formaya salması, onların işə salınmasında, daşların endirib, yəni get-gedə müasirləşdirmişdir. Yəni sadə yolla, yəni belə deyək, daha müasir dövrə yönəltmişdi. Axırıncı dəyirmanın daşların o dönəmdə, bəlkə də dünyanın heç Yaponiyada elə bir yox idi. Daşların, bilirsiniz, dəyirman daşı belə işləyir həmişə, yəni belə işləyir. Amma 1 qram buğdanın, onun itkiyə getmədən daşları, bax belə bizə belə bir söz var, dikinə. Bu formada daşları işlətmişdi. Yəni bu indiki müasir dövrdə qurarlar. İndi müasir texnologiyana o dönəmdə o çətin idi. Onu hər adam qura bilməzdi. Mənim atam külək vasitəsilə, sonra demək olar ki, külək vasitəsilə işıq alma, deməli su ilə, sonra traktorlarda kran düzəltmə, sonra sadə kənd həyatı üçün ağır işlərdə baraza deyirlər, qoşqu dartmasında, modelləşməsində, yəni bu işlərdə böyük əməyi olub, zəhmətkeş olub, qranit daşların üzərində, hətta demək olar ki, çay daşının üzərində öz əl işi olubdur. Yəni o dönəmdə diləyin olmayan, yəni instrumentin olmayan dönəmdə ilk dəfə demək olar ki, Azərbaycanda mən deyərdim ki, mənim atam həmən çay daşını dəli açaraq onlara sap yerləri əl dəyirmanı düzəltmişdi. Həmin çay daşı, yəni birisi qranit daşdır, göydür, çətindir, onu dağıdılması. İndi müasir avadanlıq var və sonradan o daşların, çay daşlarının üzərində də mənim öz deməli 2000 hardasa 7-ci ildə mən çay daşının üzərində bir naxışsat çəkirdim. Çətin idi. İndi diləyi var, pavitelini var, nə bilim almaz var da, onda yox idi. Adi balqarka deyirlər, nə bilim laqon da deyirlər, o kəsici alətlər onda burada kənd yerində yox idi. Hal-hazırda deməyim məqsədim nədir? Yəni mənim atam xanlar cəmiyyətə çox xeyri dəyibdir. Yəni cəmiyyət üçün xeyri dəyib. İndi gənc nəslin əksəriyyəti onu bilməz. Yolların salınmasında, kəndlərə çətin dağlıq relief olduğu üçün
Yəni elə yollar salıbdı. Hələ bugünkü günə kimi ora texnika demək olar ki, dəyməyib. Əgər dəyirsə də onu sadəcə 30, 33 il, 30 il, 35 illik yolların nə deməkdir? Hal-hazırda yəni ixtiralarının hansı formada asılı olmayaraq, yəni bugünkü gündə nə istəsəydi, yəni material olsaydı, dilək olsaydı, yaradardı, qurardı ki, lazımı olan işlərin daha da qeyri formasına, məsələn, təyyarə kimi yığa bilərdi. Yəni o dönəmdə sadəcə dilək olmaması, bir də materialı, maddi vəziyyətlə də hər şey bağlı olur, bilirsiniz. Amma əsasən hər dəfədə külək vasitəsilə böyük bir layihəsi vardı. Bir gün də öz beynində qalıb o. O işıq alması, enerji alması üçün küləklə qeyri formada pərdələrin sağ-sol işləməsi, kəsişmə və düz bucağının alt istiqamətinin dönməsində, küləyin istiqamətinə yerin pərdələr dəyişilməsində, avtomatik olaraq özünün dəyişməsində onun layihəsi var idi. Əsasən də yuxarı bir kəndin gələcək üçün, yəni təbii fəlakətlərdən, təbii belə deyək də zəlzələlərin, yəni nəticəsində enerjinin ehtiyat balansı kənddə yaratmaq istəyirdi ki, yəni əsasən öz kəndimizdə, yəni bu belə də əllə gələni etmək istəyirdi. Bir də bir layihəsi də vardı ki, kənddə yeraltı sığınacaq. O 30 ilin elə layihəsi də qalıbdı, düzdür, maddi vəziyyətinə. Gələcəyin görən bir insandır, ehtiyat balansı yaratması üçündür. Amma təəssüflər olsun ki, düzdür, maddi vəziyyətlə bağlı olub, kənd şəraiti olub, indi yaşlı insandır. Amma çox işlərindən, elə işləri var, onları tam dərinliyini açmadım, demədim. O, yəni qurmaq üçün, yaratmaq üçün öz fikrin tamamilə, öz beyninin fikrini tam mən soruşmamışam, yəni səbəbi də ona görə, yəni onun öz beyin layihələrinə fikrin nə etmək istəyib, nələr olub, nələr, onları soruşmamışam. Səbəbi odur ki, ağır təbli insan olduğu üçün onun daxili beyin, belə deyək, fikirlərinə mən öyrənməmişəm. Amma gördüklərim var idi. Əsasən o kombayni kən yerində düzəlməsi elə böyük bir ixtira idi. Və dövlətimiz onları qeyd etməli idi. Qeyd etsəydi o vaxt məsələn dəyirman idi, məsələn traktorla belə deyək beton qarışdıran düzəldirdi, nə bilim su ilə işləyən dəyirmanlar, traktorla işləyən dəyirmanlar, bunların texnikanın arxasında məsələn çox işləri qura bilirdi. Onların sadəcə demək olar ki, qeyd olunmalı idi. Həmən iş sahiblərindən də sərf etmirdi, vergi ilə bağlı. Onun üçün onları bir yerdə çəkib, bir yerdə deyə bilmirdi və yazıb göndərib. Əsasən də dövlət bu ixtiralarına əsasən aylıq pulu ayırmalı idi. Yəni alimlik dərəcəsinə əsasən kən yerində belə ixtiraları, yəni baxma Almaniya kimi yerdə, Avropa kimi ölkələrdə bunu edirlər. Amma burada kən yerində kimdir dəyər verən, kimdir qiymət? Nə qədər yaxşılıq etsən, qarşısında pislik görürsən. Amma həyatda çox arzuları, çox fikirləri olub. Amma hal-hazırda həyatın yaşayış tərzi buna imkan vermir. Dəyərli soydaşlarım, yəni bugün nə üçün bunları danışıram? Çoxunuz yanlış anlayar məni. Mənim bugünkü gündə danışmaq məqsədim odur ki, məsələn, o vaxtı Cənubi Azərbaycandan, məsələn, ta 41-45-ci ilə kimi, ta bu Sovetin dönəminin əsaslarına kimi İrandan, indiki qondarma İrandan Azərbaycanın, müstəqil Azərbaycan ərazisinə, kəndlərinə daxil olurdular. Həmin qaçaqlar gəlirdi, köç salırdılar, çay yataqları var, sirəmləri var. Orada biz dalım meşə deyirik. Həmin arxa meşənin aşağı çay yatağında, qayanın altında yerlər vardı, qaçaqlar oraya qalırdı. Hətta o hansıydı bu Muğan söhbəti yaratmışdı. Onların dəstələri də orada məskunlaşmışdı, izləmişdi Sovet dövründə. Belə deyək, həmin ərazilərdə burada qaçaqların yurdları olub, Yardım Alar kəndində quldur dəstələri olub, orada 11-lər çox olub. Bu dağlarda çox insanlar həyatını itirir, tarixi dərinliklərdə ən çox bu dağlarda belə deyək, İranlıların hücumu nəticəsində olub. Gəlinə, qıza,
saçından tutub sürüb aparmaq olub. Və o cümlədən İranlıların ən böyük zərbəsi bizim cəmiyyətə dəyib. Çoxlu igid insanlarımızı öldürüblər və İranlılardan da çoxlu ölüb burada. Məsələn, pel vasitəsilə tarixdə İranlıların quldur dəstələrinə, məsələn, gündüz çağı silahlanıb gəlirmişlər. Biz kənd yerində nə olacaq, balta yaba, heç kimdə yaxınlaşmıyoruz, güllərin qalır. Ona görə onların gəldiyi apardı və onların içərisində, yəni içərilərindən insanları satın aldığı üçün də satqınlar da olubdu. Satqınsız o kəndə daxil ola bilməzmiş. Amma bizim cəmiyyətin bugünkü vəziyyətin, tarixin məqsədim onunla bağlıdır ki, yəni bugün şükür edək Tanrıya ki, çox şükür edək. Məsələn, Afrikanın zəngin torpaqları, platinli, uranlı torpaqları, brilyantlı torpaqları Fransa özünə böyük bir dövlət qurub hegemonluq edir. Məsələn, Rusiya türk torpaqlarının sayəsində zəngin meşələri ilə yeraltı, yerüstü, Alyaskanı verdi Amerikaya. Nə biləm, Yakutiyanın brilyantlı torpaqlarını yenə verir. Altayını kəsib Çinə verir. Bax, bildiyiniz kimi mən təkrarən bu sözü deyirəm ki, bu zəngin resurslarla bağlı, yəni millətimiz daha gənc nəslə bunları çatdırsınlar, desin, məndən daha yaxşısı. Yəni, mən yarımçıq da deyə bilirəm, fikrimi çatdıra da bilmirəm. Amma əsasən bunu dövlətimiz, xalqımız bu işlərdə gənc nəsli ayılmalıdır. Məsələn, ərəblərin bizim neft ərazilərimizə sahib çıxıb və gücləniblər və dünyaya da meydan oxuyurlar. Cənubi Azərbaycanda orada Hindistandan gələn Fars, Hind kökənli farsların məsələn bizim neftin sayəsində gücləniblər. Hətta ermənilərə də neft verirdi, tank verirdi, Hindistanın silahlarını verirdi, gücləndi. Rusiya o tərəfdən, yəni öz sərvətimizdən özümüzü vururlar. Biz bugün ona görə kasıb olduq, bugün ona görə pis vəziyyətdə yaşadıq. Bugün odur böyük, məsələn, Asiyanın birləşdirə bilmədi, türk xalqlarının birləşdirə bilmədi, əziyyət çəkdik bu işdə, çəkirik daha doğrusu. Yəni, onun üçün gərək o birləşməsi üçün bizə nüvə silahları lazımdır. Bu dünyanın qanununu pozasan. Bu da gətirib bəşəriyyətin sonuna gətirib çıxar. Əziz vətəndaşlarım, xalqım, millətimə buradan deməyim nədir? Yəni, bugün mən bu atamın keçməkeş həyatından danışıramsa, çətin günlərdən danışıramsa, o dönəmlərdə, məsələn, Sovetin dönəmində hələ çörək, belə deyək, alması üçün düzülürdülər Sumqayıtda, Bakıda, Gəncədə, Azərbaycanın rayonlarının, şəhərlərində. Rayonları da çıxaqdı, rayonları yəni bücür bütər yaşayırdı, imkanı olan pendirlə, şorla, nə bilim, çox çətinəcəklik olub. Məsələn, şor deyəndə çoxu, məsələn, şora gülür, pendirə gülür, amma Azərbaycanda əsasən Şamaxının şoru, pendiri dünya müharibəsinə qədər gedib çıxırdı. Ona görə deyirlər Şamaxı şoru. Şamaxıda indi gedib şor axtarsan yoxdur. Amma tarixdə onlar o şoru qurutma, əskər üçün pendir qurutma, suxarı kimi etmə, onlar yolları yaxşı bilmişlər. Yəni, çünki o vaxt ərəblərin hücumunda birisi də Tələb, İraq, türk torpaqlarından qovuldu. Türkləri orada qətliama çevirdilər 7-ci, 8-ci əsrdə. Həmin türklər, türkə çarə deyilə orada yaralmışdı. Məqsədim nədir? Çox dərinliklərə getməyim, baş ağrı verməyim. Ola bilsin, indi müasirdə, dövrdə, yəni, gənc nəslə baxıram. Yəni, deməyim nədir? Bugün yenə də şükür edək, narazılıq edənlər çoxdur. Mən şəxsən bir vətəndaşım, mən də narazıyam. Hər cəhətdən Azərbaycanın narazıyam. Amma o biri dönəmlər, həmin dönəmlərə baxaq da, indi mən deyəcəm niyə. Mən şükür edirəm. Somaliya baxanda, Afrika baxanda, Hindistana baxanda, Bangladeşə baxanda nəsil bilinmir, kök bilinmir, adı qalıb indi. Amma orada insanların bir-birinə xəyanəti, belə deyək, qadınların təcavüzə məruz qalması, doğulduğu uşaqların atalığı bəlli olmur Hindistan kimi yerdə, nə biləm, çox ölkələrdə, qarışıq Meksika, İspaniya kimi yerlərdə. Bugün düzdür, zəngin ölkələrdə, Qətərdir, Tunusdur, belə deyək, Küveytdir də, belə deyək də, əsasən Küveyt ilə Qətər zəngin kimi yaşayır. Məsələn, amma hal-hazırda biz onlardan 50 il Yaponiyadan, 100 ildə Yaponiyadan geri qalsa, inkişaf etmiş ölkələrdən geri qalsa, amma biz yeni addım atıraq. Bizim içimizdə psixologiyamızı pozan insanlar olub, cəmiyyətimizi pozanlar olub, iki yolla pozurlar. Yəni, iki yolla, indi burada açıqlamıram, iki yolla pozulduğu üçün cəmiyyəti bir yerə toplayıb, cəmiyyət yaratmaq çətindir, alınmır.
Yəni bunları nəzərə alın. Quyruq kimi düzülürdülər, quyruq deyirlər türklər demişkən. Yəni növbəyə düzülürdülər çörək almaq üçün. Amma hal-hazırda, bugünkü gündə əziz vətəndaşlara, bax, cinayət törətmədən nə istəyirsən qur. Düzdür, bizim Azərbaycanda tikintilərin yola çıxır, düzgün və əsasən torpaq, ən böyük münaqişə Azərbaycanda torpaq münaqişəsi var. Amma hal-hazırda, reallıqda mənim sizə deyəcəyim nədir? Yəni, sakit yaşayın. Bir tikə çörəyinizi qazanın, kimlərinsə fitvasına getməyin. İnsanlığa önəm verin. Yenə deyirəm, millətçilik etnik qərbin siyasətidir ki, resursları ələ keçirmək üçündür. Bizə bugün insanlıq lazımdır, insan olan. Şükür edin ki, bugünkü vəziyyətdə yaşayış tərzi ilə bağlı. Nə imkan düzdür, yenə deyəm, sosial çətinliklər var, demirəm. Amma başqa bir ölkələrə baxanda, başqa bir ölkənin yaşayışına baxanda, Afrikanın zəngin torpaqlarına güclənən Fransa və Rusiya, İran, bugün amma Afrikalılar bilirsiniz, çiğ ətləri çəkirlər, necə yeyirlər, əllərini salırlar və lağa qoyurlar, adi əşya verib çəkib paylaşırlar. Əziz xalqım, alçaldırlar, onların kimliyini alçadırlar. Yer üzündə murdar kimi tanıdırlar, meymun kimi tanıdırlar, özləri özlərində alçadırlar. Bunu bəşəriyyətdə əgər gedib onu çəkib, lağa qoyursan, biri var dünyaya yayar, biri var çəkir, lağa qoyursan bir milləti, bir insanı. Onu alçalmasına, dünyanın, bəşəriyyətin məhv olmasından xəbər verirsiniz. Siz onları dərin düşünmürsünüz. Onu göstərməklə, gülməklə, lağa qoymaqla bilin ki, biz vampirlər dövründə yaşayırıq. Bizdən insanlıq əlaməti qalmayıb. Gülməyin əvəzinə gedin yollar çəkin. Pakistan, Əfqanistanın yollarını, bütün dünyanın bölgələrində milyardları boş-boş yerlərə xərcləyin, gedin xərc çəkin onlara. Yəni, məqsədim nədir mənim? Məqsədim odur ki, insanları alçatmayın, insanlara dəyər verin, qiymət verin. Mən hər zaman deyirəm ki, bu dövrün insanlarında əgər cırıq-cındır şalvar geyinən bəzi qızlar, qadınlarla onlardan ana olmaz, övlad olmaz, onların övladı da özü kim olar? Özünə dəyər verən, özünə şəxsiyyət verən insan, yəni deyəcəksiniz 50 il geridə qalıb. Yox, mən gənc adamam, amma düşüncəm sizin düşüncəniz kimi deyil. Bugünkü gündə 21-ci əsrdə cırıq-cındır şalvar geyməklə, buranı göstərməklə, qaldırmaqla, belə qaldırmaqla, üzr istəyirəm ifadəmə görə, siz insan olmursunuz. Daha da insanlıqdan kənara çıxırsınız. Göbəyini açmaqla, kürəyini açmaqla, qolunu burasına bəzək vermaqla, orasına bəzək verməklə, dodağını şişirtməklə, belə eləməklə, Hind ördəyinə oxşatmaqla siz qadın olmayacaqsınız, insan olmayacaqsınız. Səndən olan da çaqqaldan olan çaqqal olar, canavardan olan canavar kimi olar, bozqurd olar. Yəni, çalışın canavar olun, belə heyvanlar aləmində artıq yaşayırıq, demək olar ki. Çaqqal kimi yaşamayın, ayıbdır. Dizi cırıq, mən şəxsən bir kişi xeylağı olaraq, məsələn, getmişəm, Rusiyada da olmuşam, Cənubi Azərbaycanda da olmuşam. Hətta farslara sual vermişəm, bunu yenə də deyirəm. Demişəm ki, əgər sizdə azadlıq olsa, deyir ki, biz öz geyimlərimizlə, biz Avropaya necə geyindiyimizi göstərək. Avropa bizdən geri qalır. Yəni, deməyim nədir? Daha biabırçı formada geyinir. Gecə kalkotkası ilə metro minirlər, avtobusa minirlər, onu evində geyinir. Ayıbdır. Elə onu geyinicə lüt gəzdə, xahiş edirəm, elə lüt gəzində, elə geyinməyir. Ayıbdır axı. Sizin irsiniz nə irsidir, kökünüz nədir? Azərbaycanın adı gedir axı. Millətin bilmirəm Azərbaycanda hansı millətdir, ermənisən, nəsən bilmirəm. Russan bilmirəm. Yəni, özün Avropa mənşəlisən bilmirəm, müstəqillik özün görsəsən, bizim gəncləri pozmuyor. Mənim fikrim budur, məqsədim budur. Milli dəyərlərimizi pozmayın. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyindən xahiş edirəm, Milli Məclisindən xahiş edirəm, Azərbaycan Respublikasının aidiyyəti qurumlarından xahiş edirəm. Bir vətəndaş kimi Azərbaycanda qərb meyilli, cırıq-cındır şalvar, abırçı vəziyyətdə olan geyimləri qadağa qoyun. Düzdür, başa düşürəm. Bütün, yəni deyirlər, qan qohumçundan xəstəlik yaranır.
Əgər qan qohumçuluğunda xəstəlik yaranırsa, qohumdan qız almırsa, onda o zaman sosialı da verin də. Əgər mənim canıma yanırsansa, millətin konstitusiyası var, Avropa qanunları var, sosialını verin onda. Baxın, görürsünüz, əgər mənim canıma yanırsansa, xəstəxanalarda firma dərmanları imkan verməyin. Xəstəxanalarda, özəl xəstəxanalarda maşenikliyi yığışdırın, qarşısını alın. Hərə 100.000 gedib verir, özünə xəstəxana açır, nəsə açır. Apteklər produkt yerində. Yəni, bugün mənim halıma yanmırsan, sadəcə orada insanları dəyişmək üçün, insanların etniklərin, tayfanın güclənməsin deyə qarışsınlar, bir dəfəlik də bu söhbətlər bağlansın. Məqsəd budur və insanlar azad olsun, istənilən ölkənin vətəndaşı gəlib burada, üzr istəyəm ifadələrimə görə, rahat bazlıq edə bilsin, pul qazansın və 10 ildən də sonra Azərbaycanda bir dənə diskoteka yaranacaq və hətta Somali hava limanları olacaq həmən diskotekanın qarşısında və həkim müayinəsi nəzərində barlar yaranacaq. Yəni, könüllü qızlar gedəcək oraya, qeydiyyatdan keçəcək və orada xarici insana, bu da vergi ilə, qanuna bu olacaq. Mənə amma güləcəksiniz bu sözümə. Yəni, biz şüşədə yaşayan dövrdür. Yəni, biz planet insanları, biz səmada evlərimiz şüşədən olacaq. Dünya dəyişir buna. Yəni, bunun üçün mənim dərdim odur ki, əziz millətim, əziz xalqım, düzdür, o gecə portalı ilə çıxanların evində yəni tərbiyə görməyib, qadının öz tərbiyəsi olmalı. Ziyalı qadının və ziyalı kişinin bilirsən ki, geyimindən söhbət getmir, ha. Yəni, bilirsən ki, bu adam işə gedirsə, bu formada geyinmə. O kalkotka ilə gedirsən, indi təzə Azərbaycana lağ edirlər, İngilis tərcümə saytlarda yazılan. Baxıram, görürəm orada Azərbaycan qadınları, bəziləri deyir ki, arxasını şişirtmə, bu nə moddur Azərbaycan? Piylənmə, nə bilim, silikon, ayıbdır, dal qab belə çıxır, dodaqlarda qabağa belə çıxır, akulanın, gərgədanın ağzına oxşuyur. Ayıbdır, bir millət olaraq ayıbdır. Necə özünüzə sıxışdırır, necə nəslinizə, kökünüzə sıxışdırırsınız? Düzdür, indi desəniz ki, 1000 manat pul ver, tapı verə bilməyəcəm. Ona görə də siz öz azadlığınızı, yəni kimsə nəsə deyə bilməz, mən belə gəlirəm. İndi bilmirəm, səsim gəlmir, Xəzirin Nəsir küləkdən bilmirəm. Əziz vətəndaşlarım, əziz xalqım, dəyərli soydaşlarım, milli dəyərlərimizi pozmayın. Gecə paltarı ilə metro minməyin, avtobuza minməyin. Azərbaycan Respublikasının bilirsiniz, qanunlarına əsasən gənc uşaqlar deməlir və çıxardar paltarını Lütiyevə göndərər. Ayıbdır. Buna dinmirsiniz, ona dinmirsiniz, milli dəyərləri pozmuşsunuz. Gecə paltarı ilə hər yeriniz görünür minəndə. Mən kişi xeylaxı sizə baxanda utanıram, xəcalət çəkirəm. Bu biabırçılığa son qoy, ayıbdır. Sənin elə gecə paltarı ilə çıxan, sənin hər şeyin üzrə çıxır, insansən, ətdənsən, bəllisən, ölüb görba-gör olacaq. Amma biabır vəziyyətdə Rusiya, Sibir kimi yerdə olan mədəniyyətin 99%-i yaxşılardan uzaq heç Azərbaycanda görmədim. Mən yenə Azərbaycanın yaxşı insanlara, milli dəyərini qoruyan, namuslu, qeyrətli insanlara başına dönüm, qurbanın olum, onlardan uzaq kənar. Yəni, bugünkü gündə Sibirdə olan, Rusiyada mən gördüyüm mədəniyyətin bəzi insanlarda ölkəmizdə yoxdur. Gəl, hər şeyimizi açaq. Mən də sabahdan soyunuram, lüt gəlirəm. Nə qazanacaq? Sənin beynin təmiz olmalıdır. Sən azadlıq bilirsən nə deməkdir? Sənin ixtiralığına, kənd cəmaatını xilas etkinə, yeni Azərbaycan fermerləri yarat, deyən ki, rayon yerlərində kəndləri bir yerə ağıllı kənd layihəsi hazırlayaq və ətimiz, sütümüz və gələcək gənc uşaqları sağlam olsun. Rusun 11-də oxuyan uşaqları, baxıram 2 metrə boyu vardı, sağlam, böyrək bağlayıb. Amma mənim ölkəmdə, bax, beləncə bir-birinizi cındır vəziyyətə qoyduğunuzda, kariyerdə daş qaldırmana vərəmə raka tutulublar. Ölüblər ki, Azərbaycanda da kişilik sonsuzluğu yayılıb, yeməklərdə və ağır işlərdə işləmək və 60-dan çox yaşamaq üzrə keçibdir, yaşayan olmur artıq. Bilirsiniz, dünyanın gediş haqqında hər şeyə qiymət verir. Düzdür, başa düşürəm, pensiya Avropa ölkələrini çöktürüb, Amerika Avropanı çöktürüb, amma 50 yaşında insanlara pensiya verin, 50-dən 45 qadınları ilə, yəni yuxarı olmaz. 50 də daha artıq yaşayan olmur. Neçə min Azərbaycanda gənc insan ürəyindən tuturur, bilirsiniz.
Dəyərli soydaşlarım, sözüm çoxdur. Mən bu məsələni bura gətirməyin səbəbim odur. Yəni dəyərli vətəndaş olun. Yəni yanınızda insan ölür, gəl vurmursunuz. Müasirləşdiricə sanki toyuq qripinə dönmüşük. Bir millət olaraq bitməyək. Mənim dərdim budur, məqsədim budur. Bakıda mən o belə deyək də gecə kalkatkası ilə çıxan insanlara deməyim odur ki, ayıbdır. Sabah səndən olan, səndən anan olmaz, səndən bir valideyn olmaz. Səndən cırıq şalvarlarda yenə də deyirəm, nə uşaq olacaq, nə vətən qoruyacaq, nə alim çıxacaq, nə olacaq. Pozğun bir övlad dünyaya gətirəcəksiniz. Ondan başqa heç nə, özünüz kimi gətirəcəksiniz. Ağlınız yerinizdə olsun, ağlınızla müasir olun, geyimlə müasirlik deyil. Etdiyin yaxşı əməllərindir müasir, yıxılanı qaldırmaqdır. Mən hər dəfə deyirəm ki, Azərbaycanda, internetdə bu bəzi sosial şəbəkələr dini yayılmasının qarşısını alınsın, sosial şəbəkələr. Belə platformaları qadağan qoyulsun, həbs olunsun. Bir də əsasən bizim cəmiyyətdə qadağan qoyulmağın əsasən yenə də deyirəm ki, bu milli geyimlər var, milli geyimə dəyər vermək lazımdır. Milli geyimlərimizə aid olmayan geyimlər, cırıq-cındıq şalvarları qadağası qoyulmalıdır. Əsasən də bizim millətdə bax bu kimi işlərin dərinliyinə getmək lazımdır. Bizim əsasən Təhsil Nazirinin üzərinə yük düşür bu məsələdə, yəni məktəblərdə də onun üçün təlim-tərbiyə ciddi olmalıdır. Gələcək nəsil pozulmasın və Mədəniyyət Naziri bu işə ciddi yanaşmalıdır və ölkəmizdə yenə deyirəm, müəyyən şeylər var, onlara qadağa qoyulmalıdır ki, gənc nəsil sağlam olsun, gənc nəsil milli dəyərləri unutmasın. Əziz xalqım, dəyərli soydaşlarım, sözüm çoxdur, sadəcə fikrimiz bir millət olaraq çatdırıram, düzdür. Mədəniyyəti, qabiliyyəti olan insanlar dəyər verəcək, qiymətləndirəcək. Mədəniyyəti olmayan insanlar, soysuz, köksüz, millətsizlər həmişə yan baxıb keçəcək. Ona görə də onların milləti heç vaxt bəlli olmayacaq. Sözüm çoxdur, əziz vətəndaşlarım, soydaşlarım, təşəkkür edirəm, sağ olun.